İraqda aparılan geniş miqyaslı korrupsiya əməliyyatı çərçivəsində deputat Hind Əl-Abbasinin evində axtarış aparılıb. Axtarış zamanı deputatın evindən 57 milyon Amerika dolları nağd pul, 27 kiloqram xalis qızıl və qızıldan hazırlanmış alt paltarından aşkar edildiyi iddia olunur. Məlumata görə, istintaq çərçivəsində deputatlar və yüksək vəzifəli məmurlar da daxil olmaqla 47 nəfər tutulub. Əməliyyatın dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı aparılan araşdırmanın tərkib hissəsi olduğu qeyd olunur. Bununla belə, Hind Əl-Abbasinin evində aparıldığı deyilən axtarış və ələ keçirildiyi iddia olunan əşyalarla bağlı İraqın rəsmi qurumları hələlik təsdiqləyici açıqlama verməyib. Onun deputat statusu isə İraq parlamentinin rəsmi saytında yer alır. Son günlər İraqda hökumətin başladığı geniş miqyaslı korrupsiyaya qarşı əməliyyatlar çərçivəsində Bağdad da daxil olmaqla ölkənin müxtəlif bölgələrində reydlər keçirilib. Əməliyyatlar zamanı deputatlar, yüksək vəzifəli dövlət məmurları və digər dövlət quruluşçuları hədəf alınıb.